Diqqətli olun, paytaxtın daha bir məşhur restoranında nöqsanlar aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Binəqədi rayonu Nizami Nərimanov küçəsi 15F ünvanında fiziki şəxs Məqsud Sayılova məxsus Fish Home restoranında keçirilən yoxlama zamanı ciddi nöqsanlar üzə çıxarıb. Balıqları hardan alırsınız? Neftçaladan gəlir. Qida Təhlükəsizliyi Agentliyinin paytaxtda fəaliyyət göstərən restoranlarda yoxlamaları davam edir. Yoxlama zamanı iaşə müəssisəsində mənşə sənədləri olmayan yağ, balıq və ət məhsulları aşkarlanıb. Agentlik tərəfindən plandan kənar yoxlamalar aparılan restoranlardan biri də Binəqədi rayonu ərazisində fəaliyyət göstərən hazırda olduğumuz bu balıq evidir. Hansı ki, yoxlama zamanı restoranın mətbəx hissəsində sanitar gigiyenik qaydaların pozulması ilə yanaşı restoranda müştərilərə təqdim olunan müxtəlif balıq məhsullarının sənədləri də, yəni bu məhsulların, restorana gətirilən balıq məhsullarının baytarlıq sənədləri təqdim edilməmişdir. Həmçinin qida məhsullarının hazırlanması zamanı çarpaz işlənmə riskinin yarandığı, qida məhsullarının döşəmə və divarlarda ara məsafəsiz gözlənilmədən saxlandığı aşkarlanıb. Deyirlər, məsələn, mənşəyi məlum deyil, amma hər birinin biz orada farelimiz var, digər balıq növlərimiz var ki, biz onları istifadə edirik və bizim daimi qonaqlar da bilir ki, biz balıqları necə istifadə edirik. Menüsündə müştərilərə əsasən balıq yeməkləri təqdim edən restoranın mətbəx sahəsində yerləşdirilmiş soyuducunun rəflərinin korroziyaya uğradığı, mal qonşuluğu və texniki ardıcıllıq prinsipinin pozulduğu, işçilər üçün soyunub geyinmə sahəsinin olmadığı, bundan başqa gigiyenik təlimlərə cəlb edilmədiyi də məlum olub. Nöqsanlar aşkarlandı konkret. Bizdə nöqsan yoxdur ki, nəsə bir şey aşkarlansın. Bizim bütün qidalarımız tərtəmizdir, bütün qidalarımızda sertifikatı var. Nöqsan aşkarlanan məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Bunlar aşkarlanmayıb, sadəcə biz sertifikatı təqdim elədik. Sertifikatın əsasında onlar bizdən deyirlər ki, bu sertifikat düzgün deyil. Yenə deyirəm, bu sertifikatı biz sizə də təqdim edə bilərik, onları paylaşa bilərsiniz. Restoran inzibatçısı sonda həmin tibbi araçları bizə təqdim etmədi. Heç cavab verən mənim, rəhbərliyi var. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qida obyektində xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbir görülüb. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.